Gündəlik istifadə etdiyimiz qidalardan biri də ət məhsuludur. Lakin bir neçə özəlliyinə görə fərqlənir. Bu məhsulu alarkən bəs alıcılar, yəni biz nələrə diqqət etməliyik? Gəlin mütəxəssisdən öyrənək. Heyvanların ətini bir-birindən fərqləndirmək üçün və yaxud onların mənşəyini dəqiqləşdirmək üçün o fikir verdikdə əsasən yaşlı malların əti tünd qırmızı rəngdə, piy isə sarı rəngdə olur. Amma cavan malların dana ətinin bundan fərqli olaraq əti parlaq şəkildə, piy toxumu isə ağ şəkildə olur. Bunun mənşəyini müəyyən etmək üçün hər bir alıcı ət aldıqda onu satıcıdan soruşmaq hüququ vardır. Dana əti inək ətindən fərqli olaraq daha az yağlı və yumşaqdır. Həmçinin dadına, ləzzətinə görə də xeyli üstündür. Odur ki, ilk növbədə alıcılar sadalananları özləri bilməlidirlər. Bilməlidirlər ki, yaşlı heyvanlarda qabırğa, bud, çanaq sümükləri iri və kövrək, cavan heyvanlarda bud sümükləri nazik və bərk, camışda ətin rəngi tünd şabalıdır, piy qatı isə çox ağ olur. Həmçinin ətin təzəliyini müəyyən etmək üçün əti alarkən onların həkim müayinəsindən keçməsi üçün heyvan məhsulları və xam malın sağlanmaq üçün heç bir təhlükəsi olmadığını təsdiq edən ekspertiza aktı var. Bunların alıcının hüququ var ki, həmin aktı onlardan tələb eləsin və onların üstündə olan baytarlıq mühürlənməsinin, nişanlanmasına diqqət yetirsin. Ət alarkən nəyə diqqət elədir? Təzəliyinə, keyfiyyətinə, təmizliyinə, təzə ət olduğuna görə təzə ət dadlı olur, tamlı olur. Ona görə alırıq. Buranın əti tamlı olur həmişə. Özümüz bəyan edirik, alırıq. Satıcılar da bizə köməklik edirlər, hansı təzədir, hansı göynədir. Alıcılar vurğulayırlar ki, daha çox inandıqları qəssablardan ət alırlar. Deməli, qəssab məsuliyyəti çox önəmlidir. Çünki onlar da insanların sağlamlığının qorunmasında özünə məxsus rol oynayırlar. Düzdür, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi bu sahəyə nəzarəti gücləndirib. Bütün kəsilən heyvanlar baytar müayinəsindən keçir. Amma heyvanların bəslənməsi, saxlanma şəraiti də ətin dadında, tamında mühüm əhəmiyyət kəsb edir. Əsas məsələ odur ki, təmiz, belə sağlam mal gətirə, insanların qarşısına qala. Şərt o deyil ki, pul qazanasın. Şərt odur ki, insanların qarşısına qalasan, hörmət qazanasan, təmiz mal satasın. Bizim işimiz budur. Salam, necəsiz? Çox sağ olun. Ət alan zaman nəyə diqqət elədirsiniz? Ətin sağlamlığına, gözəlliyinə belə baxdım, çox gözəl təmiz ətlər vardı. Hamısında belə qəşəng. Ürəyimə yatdı, mən də bir iki kişi aldım dedim. Əti yalnız market, ət satışı mağazalarından almağı tövsiyə edən mütəxəssis istehlakçı hüquqlarının pozulması haqqında isə bildirir ki, İstehlakçının hüququ pozulduqda o yazılı şəkildə müraciət edə bilər, həmin qəssab haqqında ciddi ölçü götürürlər. Lazım gəldikdə həmin qəssab haqqında inzibati qaydada məsuliyyətə cəlb olunur. Bu mövzuda diqqətli olmaqda fayda var. Hafiz Əliyeva, Rafət Kərimov, NTV Xəbər.